Salam aleykum, Rəhmanlı Tural Rəhmanoğlu. Bu günlərim hava şəraitindən asılı olaraq avtomobillərdə elektrik və plug-in hibrid avtomobillərdə ciddi nasazlıqlar baş verir. Gördüyünüz kimi arxamızda dayandığımız bu 3 avtomobilin üçündə də ciddi daxili yanmada problemlər baş verib. Bunların yaranma səbəbləri avtomobillərin dərin su qovşaqlarından keçərək dayanması və orada müəyyən bir vaxt ərzində ləngiməsi baş vermişdir. Hal-hazırda gördüyünüz bu avtomobil elektromobil avtomobildir. Ciddi nasazlıqlar baş verib. Ciddi nasazlıqlar nəticəsində də hardasa 3000 manata qədər maşın sahibinə ziyan dəyib. Düzdür, bu avtomodelə uyğun olaraq qiymətlər dəyişir. Qiymətlər modelə əsasən olaraq 1500 manatdan 3500-5500 manata qədər dəyişmə gücünə malikdir. Mühərrikə görə, modelə görə, maşına görə və ilinə uyğun olaraq problemlər də qiymətləri ona uyğun olaraq dəyişir.